Baxın, bu günlərdə ictimaiyyətə belə bir məlumat açıqlandı ki, Azərbaycanın dövlət orqanları və vəzifəli şəxsləri son bir neçə 10 illikdə 1 milyard dollara yaxın qrant alıblar. Deməli, dövlət alanda, dövlət institutları alanda, vəzifəli şəxslər alanda problem yoxdur. Həm də 1 milyard dollara yaxın. Amma 200 dollar, 300 dollar, 400 dollar əmək haqqı müqabilində azad jurnalistika ilə məşğul olan insanlar isə cinayətkar hesab olunur. Və Azərbaycan bugün Belarusdan sonra bütün Avropa qitəsində 48 ölkənin arasında ən çox jurnalist həbs eləmiş bir ölkədir. Azərbaycan hakimiyyəti azad sözdən, müstəqil mətbuatdan qorxur, ümumiyyətlə azad düşüncədən qorxur, hər bir azad və tənqidi düşüncəni öz rejiminə təhlükə sayır. Bugün Azərbaycanda artıq 360 nəfərdən artıq siyasi məhbus var. Ölkədə hər kəsi susturmaq istəyirlər. Hər kəsin susmaması üçün danışanlara, xalqın haqqını tələb edənlərə hamılıqla dəstək olmaq lazımdır. Videolarımızı vaxtında izləmək üçün Baku Times şəbəkəsinə abunə olub bildirimləri açmağı unutmayın.